Hər ehtimal yazın. Aha. Deməli qızlar, biz iki qat maylamadan danışanda deyirik erkəkliklərdə və dişiciklərdə fərqli proseslər baş verir. Erkəklik dediyi nədən ibarətdir? Deməli, Toz, tozluqdan aha, erkəklik sapının və saf tozun içərisində çoxlu miqdarda yerləşən tozluq. tozluqlardan. İndi biz diploid bitki götürəcəm. Yəni diploid bitki iki enlik bitki. Bunun üzərində izah edəcəm. Yəni diploid götürməyib tutaq ki, tetraploid da bitki götürə bilərik. Fərqi yoxdur. Sadəcə indi mən daha rahat olsun deyə diploid bitki üzərində aparıram. Deməli biz deyirik ki, bu tozluğun içərisində çoxlu miqdarda tozluqlar yerləşir. Gəlin bir dənə tozluq hüceyrəsini götürək. Bir dənə tozluq hüceyrəsini götürdük. Diploid bitkidirsə, bunu deməli xromosom dəsti neçədir? 2. Yəni bu bizim olur ana tozluq hüceyrəmiz. Ana tozluq hüceyrə. Ana tozluq hüceyrə qızlar meyoz bölünməyə girir. Biz də demişdik ki, meyoz bölünmə nəticəsində neçə hüceyrə yaranır? 4 dənə. 4. Aysa meyoz bölünməyə girdi. 4 dənə hüceyrə yarandı. 1, 2, 3, 4. Və biz meyoz bölünmənin digər adına reduksion bölünmə demişdik. Nəyə görə? Çünki xromosom dəsti meyoz bölünmədə 2 dəfə azalırdı. Ona görə neçə oldu? N. Burada əgər qızlar mən tetraploid bitki götürsəydim, yəni 4 n və yaxud da heksaploid bitki götürsəydim 6 n. 6 n ana tozluq hüceyrəsində meyoz bölünməyə girsəydi, onun yarısı 3 n, 3 n, 3 n, 3 n 2. qalacaqdı. 2. Hə, 3. Bəli, bu Hı -hı. bizim 4 dənə hüceyrəyə, bax bu 4 dənə yaranları. Mən deyirəm ki, mikrospor və yaxud da mikrogamet və yaxud da erkək gametofit. Bu erkəklərdə baş verən proseslərdir. Bunun ardı da var. Deməli, bu əmələ gələn hüceyrənin hər birinin nüvəsi 2 hissəyə bölünür. Vegetativ nüvə yaradır və generativ nüvə yaradır. Bu Nə yaradır? erkəklikdədir, yəni müəllimə. Bəli. Erkəklikdə vegetativ nüvə, generativ nüvə. Vegetativ Hı nüvə, -hı. generativ nüvə. Bu da vegetativ nüvə və generativ nüvə. Yəni bu əmələ gələn mikrosporların hər birinin nüvələri bölündü. Özdə bunların hər birinin nüvəsi hansı yolla bölündü? Mitoz yolla bölündü. Söz yox. Yəni erkəklikdə cəmi bir dəfə meyoz bölünmə baş verir. Qalan bölünmələrin hamısı mitozdur. Baxın sonra hansı bölünmə baş verdi? Mitoz bölünmə ilə baş verdi ki, nüvələr əmələ gəldi və bunların da vegetativ, generativ nüvələr olsun. Onda xromosom dəsti neçədir? Hamısında N. Çünki dəyişmir mitoz bölünmədə xromosom dəsti, düzdürmü? Aha, bu prosesi burada saxlayırıq. Daha sonra deyirik ki, görürsünüz də qızlar siz ekranı. Görürəm. Aha, Bəli, daha müəllimə. sonra deyirik ki, dişicik 3 hissədən ibarətdir. Ağızcıqdan, sütuncuqdan və nədən ibarətdir? Yumurtalıqdan. Yumurtalıqda da çoxlu miqdarda nələr olur? Yumurtacıq olur. Yenə mən diploid bitkidən danışıram. Yəni 2 enlik bir bitkidən diploid. Diploid bitkidə bir dənə yumurtalıqda olan ana hüceyrəni götürsəm, bax, ana yumurta hüceyrə yazıram. Ana hüceyrə. Neçə endi? 2 endi. Ana hüceyrə qızlar gəldi, girdi hansı bölünməyə? Meyoz Meyoz. bölünməyə. Aysa. Meyoz bölünmədə neçə hüceyrə əmələ gəlməlidir? 4 dənə. Sadəcə bunun erkəklikdən fərqi ondan ibarətdir ki, burada 4-ü də eyni ölçüdə. 1, 2, 3, 4. Burada amma biri böyük Biri olur. böyük. Aysa 3 dənəsi kiçik olur. Bunlarda da meyoza girir baxır. Gedirəm. En Meyoz bölünmə. olmaz. Aysa. Meyoz bölünmədə yenə xromosom dəsti azalır. N. Bunu da qeyd elədik. Mən nəyə girdim? Meyoz bölünməyə girdim. Bu 3 dənəsi qızlar məhv olub gedir. Bax bu 3 dənə. Bu bir dənə isə böyüyür və çevrilir nəyə? Makrospora. Oldu və Makroskop. makrospor. Və yaxud da ki makrogamet və yaxud da ki dişi gametofit. Dişi gametofit. İndi qızlar bu əmələ gələn bir dənə makrospor. Görək bunun başına hansı hadisələr gəlib. Gəlin yazaq. Deməli yazıram ki,
Həmin bu bir dənə bax bu makrospordan danışıram. Bu makrospor hansı Mikroba xromosomda malikdir? N-ə. Bu gəlir girir mitoz girir. bölünməyə. Mitoz bölünmədə bir neçə dənə hüceyrə yaranırdı? Haploid. Və 2 dənə hüceyrə yaranırdı, düzdürmü? Mitoz bölünmədə. Təzədən bu mitoz bölünmədə Hə? aha, bu mitoz bölünmədə 2 dənə hüceyrə yarandı. Bu yaranmış 2 dənə hüceyrə yenə mitoza girirdi. Yenə neçə dənəsi yarandı hər birindən? 2 dənəsi. Bunlar da girdi mitoza. Yenə xromosom dəstləri haploidi. Təzədən qızlar yaranmış bu 4 dənə hüceyrə var ha. Bunlar hər biri yenə mitoz bölünməyə girdi. Yenə nə oldu? Hər birindən 2 dənə hüceyrə yarandı. Nəslədə neçə dənə hüceyrə yaranmış oldu? 8 dənə hüceyrə. 8. 8 dənə hüceyrə yarandı. Neçə dəfə mitoz keçirdi? 1, 3 dəfə. 2, 3. Neçə hüceyrədə keçirdi mitozu? Baxırıq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə hüceyrə mitoz bölünməyə girdi. 7 hüceyrə mitoz bölünməyə girdi. Amma cəmi neçə dəfə mitoz keçirdi? 3 dəfə keçirdi və nəticədə 7 hüceyrə mitoz bölünməyə girəndə 8 dənə 8 hüceyrə. hüceyrə əmələ gəldi. Bu 8 dənə hüceyrənin 4-ü gəlib yerləşəcək. Mən üzr istəyirəm. Mən indi başa düşdüm. Mən elə bilmişdim ki, əslində sizin bu dedikləriniz var. Mən bunu erkəkçiyə aid elədiyini elə bilmişdim. Qarışdırmışdım onu izahda. Ha, ev yox. Bax, indi Amma qulaq as. yəni tamam. Aha. Bax, indi bu 8 dənə hüceyrə filan 4-ü gəlir bir qütbə. 1, 2, 3, 4. 4-ü də gəlir bir qütbə. 1, 2, 3, 4. Burada düzüldülərmi? Xromosom dəstələrdə neçədir? Diploid bitkidən danışırıqsa. N, düzdürmü? En hamısı. Hamısında N'dir. Bu N'lərimizi qeyd edirik. N. Bunlar da N'dir. Bunlar gəlir, bax bu hər qütbdən bir dənəsi. Bax, hər qütbdən bir dənəsi. Gəlir mərkəzdə birləşir. Mərkəzdə birləşdiyinə görə mən buna necə hüceyrə deyirəm? Mərkəzi hüceyrə. Və bu N, Mərkəzi hüceyrə. buradakı N birləşdi. Mərkəzi hüceyrə neçə oldu? 2N. Bu oldu məndə mərkəzi hüceyrə. Deməli, yadımızda bir qayda olaraq saxlayırıq ki, mərkəzi hüceyrə həmişə bitkinin özünə bərabərdir. Bitkinin özünə. Tutaq ki, bizə 8 enlik bitki verib, deyərsən ki, mərkəzi hüceyrəsi 8 endir. Aydındır? Aha. Bəli. İndi davamlı gəlir bu erkəkçikdə baş verən proseslər var. Bu vegetativ nüvə, generativ nüvə. İndi gəlir erkəkçik tutaq ki, dişici ağızcığına düşüb maylanmaq istəyir. Buradan gəlib vegetativ nüvə, burada da gəlib generativ nüvə. Bunların da hər birinin diploid bitkidən danışırsa, xromosom dəsti neçə idi? N. Düzdürmü? Diploid bitkidən danışanda. Bu enlərimizi yazırıq. Vegetativ nüvə dişici ağızcığına düşəndə qızlar burada həll olur. Əmələ gətirir nəyi? Tozcuq borusunu. Aydındır. Tozcuq borusu. Generativ nüvə isə, bax bu vegetativ nüvələrin hər biri dişici ağızcığına gələndə bunlar tozcuq borusu əmələ gətirir. Yəni bunlar hamısı məhv olub gedir. Amma generativ nüvə 2 dənə sperm əmələ gətirir. Nə əmələ gətirir? 2 dənə spermi. 8 sperm onda əmələ gəlir. Və ona görə deyirik ki, bir qeyd yazırıq. Bir ana tozcuq hüceyrədən 4 dənə 1, 2, 3, 4. 4 dənə mikrospor, 8 dənə isə sperm əmələ gəlir. Bu bizim olur qeydimiz. Aydındır? Bir ana tozcuq hüceyrədən 4 dənə mikrospor, 8 dənə sperm əmələ gəlir. Vegetativ nüvə burada gəlir tozcuq borusunu əmələ gətirir ki, bax normalda tozcuq borusu erkək bitkiyə aid bir şeydir, amma o dişici ağızcığına düşəndə əmələ gəlir. Burada vegetativ nüvə tozcuq borusunu ona görə əmələ gətirir ki, bu generativ nüvə axı burada nəyə bölündü? Bu generativ nüvə 2 dənə spermiyə. Bunlar nə oldu məndə? Spermilər. Düzdür? Bu generativ nüvə bölündü 2 dənə spermi. İndi həmin o 2 dənə spermini mən burada çəkirəm. Bir dəqiqə. Bax bu generativ nüvə qızlar bölündü 2 dənə spermiyə.
İndi bu 2 dənə spermi gəldi, düşdü, hara? Dişçi ağacından, tozluq borusundan keçir. Bu 2 dənə spermi bura düşməzdən əvvəl, lap tutaq ki, düşüb, bizə belə bir sual verir. Maylanmadan bilavasitə əvvəl ruşeym kisəsinə spermlər daxil olub, amma maylanma getməyib. Neçə dənə hüceyrə var ruşeym kisəsində? Sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Aysa 9 dənə hüceyrədir. Və bunların da hər birinin xromosom dəsti nədir? Diploid bitkidən danışırıqsa eynidir. Və bir də burada qeyd edirəm ki, qızlar, deməli, burada bir dənə hüceyrəmiz, hər hansı bir dənə hüceyrəmiz böyüyür, olur bunlar. Qızlar, yumurta hüceyrə. Nəyə çevrildi? Yumurta hüceyrəyə. Aydındır. Burada yəni bir dənə bizim 2N olan nədir? Diploid xromosom dəstinə malik olan mərkəzi hüceyrəmizdir. İndi spermlər daxil olmazsa, burada neçə dənə hüceyrəmiz var? 1, 2, 3, 4, 5, 6, 7. Spermi daxil olmazsa 7 dənə hüceyrədir. İndi spermlər daxil oldu, gəlin baxaq, maylanma necə getdi. Sperminin biri gəlir yumurta hüceyrə ilə birləşir. Eyni xromosom dəsti, üstə gələk yumurta hüceyrə, eyni xromosom dəsti neçə elədi? 2. Bu da məndə yaratdı ruşeymi. Bu da sonra da nəyə çevrildi? Bəli. Daha doğrusu bu bizdə nəyə yarattı? Zigotu. Birinci zigotu, sonra ruşeym. Aysa. Zigotu sonra çevrildi ruşeymi. Bu sperminin biri isə qızlar gəlir mütləq mərkəzi hüceyrə ilə birləşir. Yazıram spermi. Üstə gələk mərkəzi hüceyrə 2. Məndə triploid xromosom dəstinə malik olan nəyə yaratmış oldu? Endospermi. Aydın oldu. Və mayalanmada neçə dənə hüceyrəm iştirak eləmədi? Baxıram. 5. Həmişə 5 dənə olur. 1, 2, 3, 4, 5. Bunların xromosom dəsti neçədir? 5N. 5-ci. 5 dənədir. Söhbət diploid bitkidən gedir. 5N-dir. Mayalanmada neçə dənə qamet iştirak elədi? 2 dənə spermi, 1 dənə yumurta hüceyrə. 3 dənə qametim oldu. Bax, yeganə mayalanma prosesidir ki, 3 dənə qamet iştirak eləyir. Normalda bir spermi, bir yumurta hüceyrə olur. Mayalanmada bizə desə, neçə hüceyrə iştirak elədi? Onda deyəcəksiniz ki, həm spermi, həm üstəgəl yumurta hüceyrə, həm də üstəgəl mərkəzi hüceyrə. 4 dənə hüceyrə. Çünki 2 dənə spermi iştirak edir, bir dənə yumurta hüceyrə, bir də mərkəzi hüceyrə. Mərkəzi hüceyrə qamet deyil. Aydındır? Başa düşdük Fidan? Bəli, müəllim. Aha, Nuri da deyim də mayalanmada neçə hüceyrədir? Mərkəzi hüceyrə, yumurta hüceyrə, 2 dənə spermi. Qamet deyəndə yumurta hüceyrə, 2 dənə spermi. Sonra deyə bilər ki, deməli, bax, mayalanmada bunlar ki birləşdi, bu zigot ruşeym əmələ gətirdi, bu endosperm əmələ gətirdi. Bunlar isə dağılır ilə ruşeym kisəsinin içərisində bu mayalanmada iştirak etməyən 5 dənə hüceyrə. Bu qayda belə. Deməli, qızlar, bir də dedim ki, hansı qaydamız var? Bizim düstur kimi bu. Yadda saxlayırıq ki, endospermlə çıxırıq nəyi? Endosperm çıxaq ruşeym həmişə bərabərdir yumurta hüceyrə. Baxın, yoxlayaq. Endosperm neçədir? Hə, qızlar, endosperm neçədir? 3. Ruşeym neçədir? 2. Çıxanda yumurta hüceyrəni verirmi? Bəli. Bax, bir qaydamız budur. Sonra digər bir qayda dedim ki, yazırsınız ki, ana bitki bölək 2, üstə gələk, ata bitki bölək 2. Bu bizə verir həmişə nəyi? Ruşeymi. Gəlin yoxlayaq. Ana bitkimiz neçə indi? 2. Ata bitkimiz 2. Bunların yarısı nə qədər elədi? 2-ni 2-yə böldünüz n, üstə gələk. 2-ni 2-yə böldünüz n. Ruşeymi 2n oldu mu? Gördünüz? Bəli. Tutaq ki, burada diploid bitki, burada tetraploid bitki versəydi 4N, burada heksaploid. Dişi bitkini də bizdə, erkək bitkini verib 4N, dişi bitkini də bizdə verib 6N. Bunu tapmaq üçün 4-ün yarısı deyəcəkdin 2, 6-nın yarısı 3, 2 üstə 3 gəlib deyəcəkdin ki 5,
rüşeynidir bunu. Aydındır. Və yaxud da ki, belə bu prosesi çəkib yaza bilərsiniz. Aydın oldu mən. Aha, sonra bir dənə də düsturumuz var bizim. Deməli, yazıram ki, bax bu bir də digər qeydimiz idi. 1, 2, üçüncü qeydi yazıram. Deməli, deyirik ki, ana bitki üstə gələk ata bitkinin yarısı bərabərdir endosperm. Bu bizim üçüncü qeydimizdir. Bax bu. Ana bitkimiz tutaq ki, neçədir? Diploid 2. Ata bitkimiz 2. Ana bitki üstə gələk ata bitkinin yarısı. Verirmi 3 endospermi? Düzdür qızlar? Bəli. Və yaxud da bizə məsələn 8 enlik ana bitki verib, 4 enlik ata bitki verir. Deyəcəksən ki, 8 en üstə gələk 4 enin yarısı 2. Deməli, bunun endospermi neçədir? 10. Bir də bunu çəkməyə ehtiyac qalmır. Aydın oldu. Bəli, mənim aydındır. Aha, sonra deyirik ki, baxın bizdən soruşa bilər ki, bitkinin kökü, zoğu, gövdəsi, məsələn, tutaq ki, 8 enlik bitkidirsə, bunun kökü də 8 endir, gövdəsi də 8 endir, zoğu da 8 endir. Aydındır. Bax, bitkinin bütün hissələri həmişə bitkinin özüdür. Yadımızda qalsın, yumurtacıq divarıdır, toxum qabığıdır. Yalnız ana bitkinin xüsusiyyətini daşıyır. Yumurtalıq divarıdır, meyvə yanlığıdır. Bunlar həmişə ana bitkinin xüsusiyyətini daşıyırlar. Sonra burada başqa nə qaldı? Bu qədər qızlar. Məncə Elə başqa bu qədər. nəsə qalmadı. Aydın oldu. Nəsə Aha, sual başa düşdüm. Mən sadəcə ardıcılığı biraz qarışdırmışdım. Onlar da indi oturdu. Xeyr, yoxdur mənim. Bu qədər. Çox sağ olun mənimə vaxtınızı ayırdığınıza görə. Narahat olma, xoş gəldin. 9-da o biri dərsə girərsiniz. Oldu. İndi bu dərsin kaydını atacağım qızlar. Az çəkin Mən olsun. orada dediniz nəyi izah edəcəm? Bu xromosom müxtəlifliyi. Onu bizə keçmisiniz də, hə? Bizə Bəli, keçmisiniz. bəli, keçmişəm sizə. Hə, tamam. Oldu Oldu. mənim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.